Akıl Bakdatı kanalında size hoş geldik. Bismillahirrahmanirrahim. Gece hikayesi. Danışan sizin Kövsər bacınız. Bu axşamın hekayəsi Baxımlı əllər. Məcid çox şən və enerjili bir oğlan idi. Amma qəribə bir vərdişi vardı. Həmişə dırnaqlarını çeynəyirdi. Hər dəfə darıxanda və ya əsəbləşəndə bilmədən əllərini ağzına aparırdı. Anası dəfələrlə demişdi: "Məcid, bu işi etmə. Dırnaqların çirklidir, mikrobludur, həm də əllərin çirkin görünür." Amma o bu sözlərə fikir vermirdi və deyirdi: "Axı nə olar ana? Onsuz da vərdiş etmişəm." Bir gün məktəbdə tənəffüs zamanı Məcid dostu Səidlə oturdu. Səid onun əllərinə baxıb dedi: "Məcid, dırnaqların niyə bu qədər qısa və nizamsızdır? Niyə kənarları yarı olub? Əllərin babamın əllərinə bənzəyir." Məcid pərt oldu və əllərini gizlətməyə çalışdı. Amma Əmir adlı başqa bir dostu daha da pis sözlər dedi. "Məcid, bilirsənmi dırnaqların altında nə qədər mikrob var? Ora çirk yığılır. Yəni sən hər gün o çirkləri yeyirsən? İyrəncdir." Məcid bir anda mədəsində narahatlıq hiss etdi. Heç vaxt düşünməmişdi ki, dırnaqlarının altında bu qədər çirk ola bilər. O gün məktəbdən qayıdarkən bu haqda çox düşündü. Yolda əllərinə baxdı. Tez-tez onları cibinə qoyurdu. Evə çatanda güzgü qarşısında dayandı və diqqətlə baxdı. Dırnaqları çox qısa, nizamsız, hətta bəzi yerləri qanamışdı. O, öz-özünə dedi: "Vay, əllərim nə qədər çirkin görsənir. Bəs dişlərimə nə olacaq? Onlar da zədələnə bilər." O gündən sonra Məcid qərar verdi ki, artıq dırnaqlarını çeynəməsin. Nə vaxt ağzına əllərini aparmaq istəsə, özünü başqa şeylərlə məşğul edirdi. Məsələn, çeynəmək üçün saqqız götürürdü və yaxud əlində bir kağız götürüb qatlayırdı və nə isə düzəldirdi. Və ya kiçik bir yumşaq top ilə oynayırdı. Ya da barmaqlarını başqa bir şeylə məşğul edirdi ki, ağzına aparmasın. Bir neçə həftə sonra Səidlə futbol oynayarkən Səid onun əllərinə baxıb dedi: "Məcid, dırnaqların uzanıb. Daha yara və qan izi də yoxdur. Deməli artıq dırnaqlarını çeynəmirsən?" Məcid qürurla cavab verdi: "Bəli, artıq bu vərdişimdən qurtuldum. İndi həm daha sağlamam, həm də daha baxımlı görünürəm." O gündən sonra Məcid təkcə özünü deyil, dostlarını da dəyişdirdi. Nə vaxt kiminsə dırnaqlarını çeynədiyini görsə, mehribanlıqla deyirdi: "Dostum, bu işi etmə. Əllərin daha sağlam və gözəl ola bilər. Mən bunu sınaqdan keçirdim. Nəticəsi isə mükəmməl oldu." Beləliklə Məcid təkcə öz vərdişlərini dəyişdirmədi, həm də dostlarına kömək etdi ki, daha sağlam və səliqəli olsunlar. Bəli, əziz balalar, bəs sizin necə? Dırnaqlarınızı çeynəmək vərdişiniz varmı? Bunu tərk etmək üçün Məcidin üsullarından hansını sınamaq istəyirsiniz? Bəs sizcə əllərin baxımlı olması niyə vacibdir? Unutmayın, sağlam vərdişlər sizin həyat keyfiyyətinizi artırır. Əziz balalar, nağlımızı bəyəndinizmi? Elə isə bu nağlımıza da aid şəkil çəkib bizə göndərməyi unutmayın. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun, əziz gül balalar.